saqqalın hökmü İslamda vacibdir. Peyğəmbər sallallahu aleyhi və səlləm neçə yerdə, neçə formada buyurub ki, saqqal saxlayın, bığlarınızı qısaldın. Saqqal saxlayın, əmr formasında gəlir və əmrdə vacibliyə dəlalət edir və qırxmaq da haramdır və sadəcə olaraq bəzi ixtilaf var alimlərdə, o da ixtilaf qırxmağa görə gəlməyib, həddində gəlir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, əmr edir ki, saqqal saxlayın. Və sonra sahabələr götürürlər saqqallarından. Məsələn, Sabit olub İbn Ömər radiyallahu anhu həc mövsümlərində tutardı, bir ovuzdan artığını götürərdi. Və bu götürməyi İbn Ömərin. Alimlər deyir ki, artıq dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə müxalif çıxmaq deyil. Əmridir, bu da aldı. Yəni, bu əmrə müxalif çıxma sayılmadı. Və sonra ixtilaf edib həddində, yaxşı bəs həddi hardadır saqqalın? Bunda düşüb ixtilaf. Həddi də səhih odur ki, elm əhlinin görüşlərinə görə heç bir halda saqqalı götürmək olmaz. Heç bir halda haramdır. Bu daha etibarlıdır. Allah aziz. İxlasla.com saytı tərəfindən təqdim olundu.